Qida zəhərlənmələri əsasən gigiyenik qaydalara riayət edilmədikdə baş verir. Həmçinin vaxtı keçmiş köhnə məhsullar istehlak olunarkən də belə hallar yaşana bilər. Zəhərlənmənin inkubasiya dövrü bir neçə saat çəkir. Bu səbəbdən ilkin əlamətləri hiss etdikdə artıq ev şəraitində müdaxilə şərtdir. Bəs zəhərlənmənin əlamətləri hansılardır? Zəhərlənmənin ilk əlaməti ümumtoksik zəhərlənmələr olur. Yəni ki, ürək bulanma, qusma, bəzən hallarda duru isxal və daha ağır vəziyyətlərdə su, qələ və elektrolit mübadilə pozulur. Onun nəticəsində də xüsusən uşaqlarda ağır zəhərlənmə və qıcolmaya qədər vəziyyət yarana bilər. Bilmək lazımdır ki, zəhərlənmə olanda çalışmaq lazımdır ki, özünüzə yardım yox, həkimə müraciət etmək lazımdır. Havaların isinməsi zəhərlənmə təhlükəsini artırır. Təcili tibbi yardıma bununla bağlı edilən müraciətlərin sayı belə deməyə əsas verir. Həkimlərin sözlərinə görə xüsusilə qida zəhərlənmələri ilə bağlı çağırışlar daha çox daxil olur. Lakin həkim ünvana gələnə qədər zəhərlənmənin qarşısını almaq üçün evdə müəyyən addımlar atılmalıdır. Balıq və dəniz məhsulları, süd və süd məhsulları, kremli tortlar, kremli şirniyyatlar, konservləşmiş qidalardan və s. qida zəhərlənmələri olaraq təcili tibbi yardıma müraciətlər çoxalıb. Ev şəraitində aktivləşdirilmiş kömür və yaxud da ishal, qusma ishal hallarını dayandırmaq üçün ishal dayandırmaz loperamid, imodium və s. tabletlərdən istifadə etmək məqsədə uyğun sayılır. Əgər xəstənin vəziyyəti ağırlaşıbsa, maye çoxdursa, xəstə huşsuz vəziyyətdədirsə, hipovolemik vəziyyət yaranmışdırsa, mütləq şəkildə təcili tibbi yardım çağırılmalıdır və xəstə ixtisaslı olaraq qospitalizasiya olunmalıdır. Qida zəhərlənmələrinə müəyyən simptomlarla müşahidə olunan keçici hal kimi baxsaq da, bəzən ilkin yardımın gecikməsi insanın ölümü ilə nəticələnir. Elə buna görə də bu mövsümdə qida rasionumuza diqqət yetirməliyik.